Salam əziz uşaqlar. Bugünkü dərsimizin mövzusu zənan isim bölməsidir. Burada isimlərin morfoloji quruluşunu izah edəcəm sizin üçün. İsim əşyanın adını bildirən əsas hissəsinə isim deyilir. İsim kim, who və nə, what suallarının birinə cavab verir və quruluşuna görə 3 sıraya bölünür. Sadə isimlər, simple nouns, düzəltmə isimlər, derivative nouns, mürəkkəb isimlər, compound noun adlanır. Sadə isimlər simple noun bir kökdən ibarət olur. Heç bir sözcüdə şəkilçi, prefiks və sufiks qəbul etmirlər. Bunların adlarını öyrənmək lazımdır. Simple, derivative, compound öyrənmək lazımdır ki, testə düşəndə daha rahat olsun sizin üçün. Məsələn, town sadə isim deməkdir. Yəni heç bir şəkilçi qəbul etməyib burada. Düzəltmə isim derivative noun deməkdir. Kökdən və söz düzəldici şəkilçidən sufiks və prefiksdən ibarət olur. Məsələn, friend dostdur, ship şəkilçidir, sufiksdir, birləşib olub düzəltmə isim. Free bir sözdür, yəni sadə isimdir. Dom da şəkilçidir, sufiksdir, birləşib olub düzəltmə isim. Bu son şəkilçiləri, yəni sufiksləri öyrənmək lazımdır. Nesdir, shipdir, who'dur, domdur. Bunları əzbərləmək lazımdır ki, testdə işləyəndə daha rahat olsun sizin üçün. Sonra məsələn, prefiks ön şəkilçilər var burada. Sözün önünə artırılır. Disdir, misdir, andır, indi. Məsələn, disagreement, misfortune. Bunlar artırılır və mürəkkəb söz olur. Məsələn, burada məsələn qeyd 2-də ship bölməsi var ki, bunlar təkcə söz düzəldən şəkilçi kimi deyil. Həmçinin burada mənasında müstəqil söz kimi işlənir və mürəkkəb isim düzəldə bilir. Burada həm də ship təkcə yəni şəkilçi kimi getmir. Həm də mürəkkəb isim kimi, ship sadə bir isim kimidir, gəmi mənasını verir və burada space shipdir, kosmik gəmi mənasını adlandırır. Warshipdir, müharibə gəmisidir. Steamship paraxoddur, battleship də hərbi gəmidir. Bunların hər birini əzbərləmək lazımdır ki, testə düşür bunlar. Yəni ship həm şəkilçi kimi gedir, həm də mürəkkəb isim kimi gedir, gəmi mənasında. Sonra burada təkcə isim düzəldən şəkilçi kimi deyil, həmçinin sifətə və zərfə artırılıb, müqayisə dərəcəsi yarada və yaxud sözün tərkib hissəsi kimi işlənə bilər. Məsələn, düzəltmə isim kimi feil üstəgələ olur. Worker, dancer, singer, writer, teacher. Amma müqayisə dərəcəsində isə sifətə əlavə olunur. Smaller, larger, higher, thinner. Sadə isimlər isə məsəl üçün father var, butter var. Bunlar sadə isimlərdir. Bunları qarışdırmayaq. Bunları əzbərləmək lazımdır ki, testdə işləyəndə daha rahat olsun sizin üçün. Sonra məsələn aşağıdakı qeyd altıda məsələn meant sözü var. Meant sadə isimlərlə, yəni meant həm şəkilçidir, amma həm də sadə isim kimi sözün köküdür. Ona görə də burada moment sadə isimdir. Monument, məsələn, burada ment, məsələn, burada artırılıb deyil, məsələn, sadə isimdir. Yəni sözün köküdür burada. Bu heç vaxtı mürəkkəb isim ola bilməz. Onu əzbərləmək lazımdır ki, test işləyəndə daha rahat olsun sizin üçün. Mürəkkəb isimlər isə compound noundur. 2 və daha çox sözün birləşməsi ilə düzəlir. Postdur, bir də məndir. Yəni ikisi birləşdi, oldu postilyon, postman oldu. Burada 2 cür işlənir mürəkkəb isimlər. Bitişik və ya defislə və yaxud da ki, bəzi istisnalarda ayrı yazıla bilir. Və bunların hamısını işləyəndə, bunun hamısını əzbərləsəz, morfoloji quruluşuna görə, isimlərin morfoloji quruluşuna görə daha yaxşı tapmaq olar və işlətmək olar. Ona görə də bunları əzbərləyin. İndi mən sizə test işlədəcəm. Testi birlikdə işləyək, görək necə işləyə bilirsinizmi? Bunları mütləq oxumalısınız.